İsim Əlikzadə, bir yay axşamı hekayə. Səməndər 4-5 gün idi dadanmışdı bulvara. Domino oynamağı buradakı qocalar kimi bacarmırdı. Saatlarla dayanıb baxmağa da taqəti çatmırdı. Ayaq üstə çox duranda qıçlarının sızıltısı əhədini kəsirdi. Evdən bulvarın aşağı tərəfinə Azneft meydanına qədər trolleybusla gəlirdi. Oradan da ayaqlarından pudluq daş asılmış kimi dayana-dayana nəfəsini dərə-dərə özünü qocaların yanına bir təhər çatdırırdı. Yeriyəndə gücünü, təpərini artırmaq üçün hər addımını ürəyində sayırdı. 1, 2, 3, Səməndər. Dənizin lap qırağındakı rəqs meydançasından axıb gələn musiqini eşidəndə Səməndərin gözlərinə nə domino görünürdü, nə də domino oynayan qocalar. Rəqs meydançasında hər axşam oyun havaları çalırdılar və bu havalar Səməndər bura dadandığı gündən onun ürəyini tir-tir titrədirdi. Damarlarında qanını coşdururdu. Səməndər titrəyən ürəyində bu havalara dəm tuturdu, pudluq ayaqlarını sürüyə-sürüyə bu havaların sehrinə, ofsununa doğru gedirdi. İndi də gözləri domino daşlarındaydı, amma qulaqları kiçicik səs tutana dönüb, aşağı dalğada musiqi axtarırdı. Klarneti, nağaranın səsini eşidəndə qocalardan ayrılıb üst tutdu rəqs meydançasına tərəf. Yenə adamların arxasında dayandı, çünki Benyamin yenə burada idi. Onun gözlərinə görünmək istəmirdi. Benyamin ortalıqda dövrə vurub, tamaşaçılar rəqsə dartırdı, digər ki, heç kəs yerindən tərpənmirdi. Benyamin qollarını başının üstündə oynadı gəlib bir yeniyetmənin qabağında dayandı. "Nə olub sənə?" dedi. "Qızdırmalı zat deyilsən ha? Sən yaşlı olanda bilirsən mən neynirdim?" Səməndərgilin rəqs dərnəyində Benyamin hamını heyran qoymuşdu. Rəhmətlik Hacıbala müəllim onun rəqsinə baxanda hərdən Benyaminin qulaqları eşidə-eşidə deyirdi. "Gözünüzə su verin, bu cuhud balası məndən də yaxşı oynayır." Benyamin Quba cuhudlarından idi, amma uşaqlıqdan Bakıda yaşayırdı. Belə rəqs eləməyi harda öyrənmişdi, sağ olmuş. Qızışanda əlləri, ayaqları görünmürdü. Benyamin filarmoniyanın solisti oldu. Səməndər də oxumağın daşını atıb filarmoniyada işə düzəldi. Bəlkə də getməzdi ora, Nargilənin həvəsinə getdi. Dərnəkdə Benyaminlə Nargilə tərəkəmə havasına oynayırdılar. Nargilənin başına ağ yaylıq bağlayırdılar. Yaylığın ucları qızın kürəyinə sallanırdı. Nargilə 7 taxtalı, uzun tuman, qıpqırmızı qofta geyirdi, qoftanın da üstündən qolsuz bənövşəyə arxalıq. Heç kim tərəkəmə görməmişdi. Amma ham elə bilirdi, tərəkəmə qızlarının geyimi belə olur. Nargilə qol götürüb süzürdü, Benyamin də onunla gah çiyin-çiyinə, gah daban basma gedirdi. Səməndər Nargilənin əllərinə, ayaqlarına baxmırdı. Səməndərin nəzərləri həmişə ilişib qalırdı qızın ağ yaylığında. Yaylığın ucları titrəyirdi, yellənirdi. Ağ göyərçin qanadları kimi çırpılırdı. Səməndər yaylığa o qədər baxırdı ki, aləm gözlərində ağ rəngə boyanırdı. Bu ağlıqdan Səməndərin içində elə bil bir ağ işıq yanırdı. Bir dəfə Səməndər Hacıbala müəllimə yaxınlaşıb, utana dedi. "İcazə verin Nargilə ilə mən oynayım. Xoşunuza gəlməsə, Hacıbala müəllim heç qoymadı ki, Səməndər sözünün dalını gətirsin," dedi. "Bu tərəkəməni icad eləyən rəhmətlik yəqin bilirmiş ki, dünyaya Benyaminlə Nargilə gələcək. Onlar tərəkəməni filarmoniyaya gətirdilər. Çinə də apardılar onu, Hindistana da, Misirə də. Ağ yaylığın ucları dünyanın neçə ölkəsində ağ göyərçin qanadları kimi çırpıldı. Qara gözlü Nargilə qol götürüb süzdü, uca boy şivərək Benyamin də onunla gah çiyin-çiyinə, gah daban basma getdi. İndi gör fağır Benyamin nə kökə düşüb, ətlənib, lırtlaşıb, üzünün dərisi saralıb, sallanıb. Buxağı qat-qat olub, qarnı dikəlib. Amma gözləri yenə yep-yekədir. Gözləri ağız burnundan iri görünür. Cavanlıqda da belə idi. Nargilə deyirdi ki, Benyaminlə rəqs eləyəndə onun təbəssümünü görmək üçün dodaqlarına, ağzına baxıram. Amma təkcə gözlərini görürəm, deyirdi Benyamin üzündə bir cüt gözdən savayı heç nə yoxdur. Bu yaşında Benyamin saçını nahaq rəngləyir. Seyrək saçı rəngləməsə yaxşıdır. Rəngin vaxt ötdüyündən tüklərin dibi bozarmışdı.
Benyaminin saçı çəhrayı qırmızımtıl rəngi çalırdı. Elə bil başını boyaqçı küpünə tələm-tələsib salıb çıxartmışdılar. Bir zamanlar saçı sıx, buruq-buruq gətirən kimi idi. O günlər hara getdi, necə getdi, heç xəbərimiz olmadı. Benyamin yenə meydançada dövrə vurdu, adamları oynamağa çağırdı. Benyamin Səməndərə tərəf gələndə Səməndər dizlərini büküb başına aşağı salırdı ki, Benyaminin yep-yekə gözlərindən yayınsın. Benyamin onu görsəydi, Allah bilir nə hoqqa çıxardardı. Benyamin çəkil dimdik duran qarabəniz bir oğlanın qarşısında dayandı. Oğlan qolsuz qəhvəyi köynək geymişdi. Nimdaş cins şalvarı əyninə elə tarım idi, deyirdim bəs öz şalvarı deyil bu. Saçını görünür çox islatmışdı, amma cot tükləri yatmamışdı. Benyamin oğlanı təpədən dırnağa süzüb dedi: rayonlu balası, niyə oynamırsan? Qorxursan ki, qızları sənə gözü dəyər? Havanın adını de, çaldırım. Oğlan utancaq gülümsəyib, böyründəki dostuna nəsə dedi. Dostu da gülümsəyə başını tərpətdi. Sonra oğlan ağzını dirədi Benyaminin qulağına. Benyamin də üzünü çalğıçılara tutub bərkdən dedi: hop stop! Çəkili dimdik oğlan düşdü ortalığa. Başladı naşı-naşı əl-qol atmağa. Dabanlarını yerə vura-vura gəlib durdu dostunun qabağında. Himcimlə onu oyuna çağırdı, amma dostu başını bulaya-bulaya gülümsədi. Çəkili dimdik oğlan oynaya-oynaya dedi: nə oldu? Gəldana, özün demədin oynayaq. Oğlan dabanlarını yerə vura-vura çox gözlədi. Axırda dostundan əlini üzüb özünü verdi meydançanın ortasına. Benyamin dedi: ay malades, sən oyna, mən də bir yer var, ora dəyib gəlirəm. Səməndər bilirdi ki, Benyamin yaxınlıqdakı ayaq yoluna gedir. Yazığın böyrəkləri xəstə idi. Tez-tez dövrədən çıxıb ağaçların arasındakı taxtapuşlu tikiliyə qaçırdı. Oğlan tərləyib pörtmüşdü, amma ortalıqdan çıxana oxşamırdı. Adamların arasında nəzərləri ilə özünə yoldaş axtarırdı. Arıq, göyçək bir qızın qarşısında dayandı, başının işarəsi ilə onu oyuna çağırdı. Qız utanıb geri çəkildi. Kimsə bərkdən dedi: sağ ol, kəndçi balası. Nargilə Səməndərə ərə getmədi. Dedi: sən yaxşı olansın, amma məndən sən arvad olmaz. Səni ər kimi sevə bilmərəm, vəssalam. Səməndər Nargilənin gözlərində elə qətiyyət gördü ki, daha söz çevirməyə ürək eləmədi. Deyə bilmədi ki, axı o ağ yaylığın ardınca düşüb gəlmişəm bu səhnəyə. Mənim burada nə azarım Nargiləm? Gedib instituta girərdim, ya da başqa bir sənətin qulpundan yapışardım. Səməndər o axşam ürəyindən qara qanlar axa-axa oynadım. Nə illah elədi, ağ yaylıq gözlərinin qabağından getmədi. Bir-iki dəfə büdrədi, amma axıracan oynadım. Sənəti belə idi. Ac olanda da oynayırdı, kədərli olanda da. Nargilə uzaq bir qohumuna ərə getdi. Oğlan zabit idi. Nargiləni səhnədən bir dəfəlik qoparıb apardı. Səməndər güman elədi ki, daha heç kimlə evlənə bilməz. Çünki ağ yaylığın xışıltısı qulaqlarından getmirdi, ağ yaylıq pəmbə buluda dönüb gözlərinin qabağında axırdı. Amma evdə onu rahat buraxmadılar, dedilər evlən. Dünyanın işinə bir bax, qonşuluqdakı konduktor Məmməd Paşa qızını ona vermədi. Elçilərə dedi ki, Səməndər getsin oynamağın dalıcan. Onun tayları özlərinə əla dolanışıq düzəldiblər. O hələ hoppanıb düşür. Cırcırama da o. Ömrünü oynamaqla keçirəcək, bir də gözlərini açıb görəcək ki, evində bir həsirdir, bir də Məmməd Nəsir. Yox atam qardaşım, mənim mütribə verməli qızım yoxdur. Kəkili dikə olan meydançadan çıxmışdı. Benyamin getdiyi yerdən qayıdıb gəlmişdi, yenə dövrə vurub oynatmağa adam axtarırdı. Benyamin axırda təngə gəldi. Dayanıb məyus-məyus çalğıçılara baxdı. Klarnet çalan da yaşlı idi, dəm tutan da, nağaraçı da elə bil onların zəhmətinə heyfi gəlirdi. Əlinə çırpıb, bayatonla dedi, bunlar nə təhər adamdırlar. Elə bil hamısı yuxu dərmanı atıb. Ay cəmaat, ay əzizlərim, biz 5 gündür axşamın bürküsündə burada tər tökə-tökə çalırıq. Bunun üçün hökumət bizə pul verir. Siz oynayın ki, bizim də aldığımız canımıza yatsın. Belə olmaz ağım, niyə boynunuzu büküb dayanmısınız? Oynayın, şənlənin. Cavanlar tərpənmirlər, heç olmasa qocalar oynasınlar. Hanı qocalar? Benyamin adamların arasında qocaları axtarmağa başlayanda Səməndər dizlərini yenə bükdü, ancaq qıçlarından bir yava ağrı qopdu. Bu ağrının bir ucu gedib dayandı Səməndərin peysərində. Səməndər dodaqlarını gəmirə-gəmirə qaldı. Gözlərini açanda gördü ki, Benyamin o tərəfdə qollarını qaldırıb, ayaqlarını xırdaca-xırdaca ata-ata oynayır.
Səməndərin qulaqlarına neçə ilin zülmətində qalmış bir səs dəydi. İfa edir Benyamin. Konferansiya işıqlı səhnədə dayanıb elə beləcə deyərdi, güya Benyaminin familiyası yox idi. Bu Benyamin Səməndərin toyunda da eynən belə süzə-süzə ağır havaya oynadı. Səməndər evlənəndə filarmoniyadan getmişdi. Böyük bir zavodun öz fəaliyyət dərnəyində cavanlara rəqs öyrədirdi. Rəqs eləyən qızlardan biri də Dürrə idi. Səməndərin indiki arvadı. Yəqin bu dəqiqə balkonda oturub ərinin yolunu gözləyir. Sağ olmuş, vur tut bircə uşaq doğdu. O zalım da Bakıya sığmadı. Moskvada institutda oxuya-oxuya evləndi. Elə qızgildə də qaldı, oldu Moskvalı. Dükan bazara bu yaşında Dürrə özü gedir. Benyamin oynamağını qurtarıb camaata baş əydi. Camaat da əl vurub alqışladı onu. Benyamin dedi, indi siz burada fikirləşməkdə olun, mən bir yer var, ora deyib gəlirəm. Benyamin tələsə-tələsə ağacların arasındakı taxtapuşlu ayaq yoluna tərəf getdi. Səməndər çəkilib araldakı skamyada oturmaq istədi, amma nə illah elədisə, addım ata bilmədi. Qıçları elə bil kötüyə dönmüşdü. Səməndər başını döndərib, göyümtül sakit dənizə baxdı. Kaş mən ayrı-azar tapaydım, ayaqlarım mənim çörək ağacım olub axı. Yaxşı ki, pensiyaya çıxandan sonra xəstələndim. Yoxsa şikəst ayaqlarla batardım. Adamlar əl salanda Səməndər nəzərlərini dənizdən ayırıb gördük arıq, balaca boy bir arvad çalğıçılara nəsə deyir. Uşağa oxşayan ağsaçlı bu arvad gününü bulvarda keçirirdi. Səhərdən axşamacan dayanıb dənizə baxırdı, hərdən də bir qarağa çəkilib öz-özünə danışırdı. Çalğıçılar bir hava çaldılar, arvad qol götürüb oynadı. Yayın günündə əyninə kişi pencəyi geymiş, ayaqlarında altı qalın ayaqqabı olan uzun sifət, nazik burun, çəlimsiz bu qadın elə cidd-cəhdlə oynayırdı. Deyirdim, bəs yeganə övladının toyunda oynayır. Birdən Səməndərin sinəsinin altına bir istilik yayıldı. Bədənini xoş bir süslük bürüdü, arvadın oynadığı hava tərəkəmə idi. Səməndər gözlərini yuman kimi xışıltı eşitdi. Ağ yaylığın ucları göyərçin qanadları təki çırpılırdı. Rəhmətlik Hazbala müəllim qoymadı ki, heç olmasa bircə dəfə nargilə ilə oynayım. Səməndər gözlərini açıb meydançaya baxdı, titrəyib su kimi axan bir ağ yaylıq gördü. Yaylığın ucları yellənib çağırırdı onu. Səməndər ürəyi çırpına-çırpına adamları aralamağa başladı. Bir də belə girəvə ələ düşməyəcək, ələ düşməyəcək. Gözləri yumulu oynasa da ağ yaylığı görürdü. Yaylığın xışıltısını da eşidirdi. Bu xışıltıya qara gözlü bir qızın səsi qarışdı. Sən yaxşı oğlansan, amma məndən sən arvad olmaz. Səməndərin üzü od tutub yandı. Elə bil üzünə od basdılar. Gözlərini açıb gördü ki, camaat ona əl vurur. Meydançadan çıxanda az qaldı Benyaminlə toqquşsun. Benyamin adamların arxasında dayanıb, nuru itmiş yepyekə gözləri ilə gülümsəyirdi. Benyaminin səsi titrədi. Sağ ol, Siyoma. Demək, ölməyimizə hələ çox var. Səməndər bircə addım atıb dayandı. Dabanlarından qopan ağrı bütün bədənini sızıldatdı. Sanki sümüklərini mişarla kəsirdilər. Həm də tənc nəfəs olmuşdu. Elə bil ürəyi indicə ağzından çıxacaqdı. Əllər əsə-əsə köynəyinin döş cibindən bir həb çıxarıb qupquru dilinin altına qoydu. Üzünü Bayıl dağına tərəf tutdu. Qıpqırmızı günəşin ətəyi dağın dalına sallanmışdı. Səməndər dağla göyün birləşdiyi yerə narıncı xəttə baxa-baxa fikirləşdi ki, bu axşam axırıncı dəfə oynadı. Bu onun rəqslə keçən ömrünün sonuncu rəqsi idi. Belə ağrılarla adam dahi tərpənə bilməz. Görəsən trolleybus dayanacağına necə gedəcək o? Səməndər dişlərini qızayıb, onurğa sümüyünü yandıran ağrıya dözə-dözə pudluq ayaqlarını isti asfaltın üstündə sürməyə başladı. 1, 2, 3, Səməndər,